Əvvəllər tullantı hesab edilən, lakin bugün təbiətin super qidası kimi tanınan arı çörəyi arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. Sferas xəbər verir ki, bir çay qaşığında 1 kilo ətə bərabər zülal ehtiva etdiyi bildirilən bu məhsulun kiloqramı hazırda 3000 TL-yə, yəni 128 manata satılır. Bal istehsalçıları bildirirlər ki, arıların bitkilərdən topladıkları tozcuqları pətəklərə daşıyıb fermentasiya etməsi ilə əldə edilən arı çörəyi zəngin amin turşusu və protein tərkibi ilə seçilir. Tərkibində 22-23 növ amin turşusu olan bu qida uşaqların inkişafı, pəhriz saxlayanlar və səhhətini gücləndirmək istəyənlər üçün tövsiyə olunur. 25 ildir arıçılıqla məşğul olan Engin Ekinci bildirib ki, bir neçə il əvvəl arı çörəyi zibilə atılırdı. Arı çörəyi olmasa, arı da olmaz. Bu, arıların və təbiətin əsas xammalıdır. Müxtəlif çiçəklərdən alınan bu qida ağciyər xəstəlikləri, prostat və oynaq ağrılarına qarşı faydalı hesab olunur. Hazırda yerli arıçılar bu məhsulun istehsalına maraq göstərir və bazarda artan tələbat səbəbilə qiyməti də yüksəlməkdə davam edir.